Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bugün mən sizlərə yeni videomda 10 imtahan tipli sualın izahını verəcəm. Yeni formata uyğun, qrafik tipli sualların izahını bu izahda görəcəksiniz. Amma bundan öncə müəllimlər, YouTube-dan gələn çoxsaylı suallarınızı cavablandırmaq istəyirəm. Çox yazırsınız, bildirirsiniz ki, yeni qrup olacaqmı? Xeyr müəllimlər, yeni qrupumuz olmayacaq. Aprel, may və yaxud da digər aylarda artıq 2026-cı ilin imtahanları üçün nəzərdə tutulan yeni bir qrupum olmayacaq. Siz sadəcə olaraq əvvəlki qrupların təkrar dərsləri başladıqda həmin qruplara qoşula bilərsiniz. Bunlar hansılardırsa, baxın, həmin qrupların dərs günlərini mən bura qeyd etmişəm. Sentyabr təkrar qrupu başlayacaq ilk dərs olaraq 24 apreldə 5-ci sinifdən başlayaraq bütün məlumatlar da göndəriləcək. Bütün yeni sınaqlar, ümumi sınaqlar hər biri işlənəcək. Dərs günləri də 3-cü gün saat 6-da, 6-cı gün saat 3-də. Sonra oktyabr təkrar qrupu ilk dərs olaraq 3 mayda başlayacaq dərslərə. Oktyabr qrupunun da dərs günləri 2-ci gün saat 5, bazar günü səhər saat 9:00. Daha sonra noyabr təkrar qrupu isə ilk dərs olaraq 6 mayda başlayacaq dərslərə və noyabr qrupunun dərs günləri 3-cü gün saat 9, axşam saat 9, bazar günü isə günorta saat 3. Bu qrupların hər biri təkrara başladıqda bu zaman həmin qruplara yenidən məlumatlar göndəriləcək. Yəni son olaraq faydalana biləcəyiniz qruplarımız bu qruplardır müəllimlər. Əgər istəyirsinizsə, yəni həm dərslər, sual-cavab, testlər, hər bir dərs ləvazimatları, materiallarından faydalanmaq istəyirsinizsə, bu qruplara qoşula bilərsiniz. İndi isə keçid alaq suallarımızın izahına. İlk sualımıza baxaq müəllimlər. İlk sualımız qrafik tipli bir sualdır. Deməli, bu tipdə suallarda baxırıq müəllimlər. Əslində çətin görünür, amma bunları həll etmək daha rahatdır. Baxırıq kənarlarda nə yazıb? Sabun, mum, balina piyi, qırmızı gil, yumurta ağı və orta mərkəz hissədə isə bir sual işarəsi qoyub. Biz o sual işarəsinin yerinə indi nə yazmalıyıq? Baxaq sualımıza. Sualda da deyir ki, sual işarəsinin yerinə hansını qeyd etmək olar? Yəni, hansını yaza biləriksə, bu zaman doğru cavab kimi onu götürəcəyik. A variantı patin, B variantı kimi düşüb burada, amma A variantıdır. Texniki səhv olub. Patin, poliment, pigment, amalqama, mina. Deməli, müəllimlər, burada verilənlər hamısı birinə aid olacaq. Birinci patindir. Patin nə idi? Patin, mis və onun ərintiləri üzərində olan pərdə və yaxud da nazik təbəqə idi. Patinləşdirmə ümumiyyətlə hər hansısa bir səthin köhnəldilməsi, ona əntiqlik formasının verilməsi idi. Patinləşdirməyə aid deyil. İkinci verilib poliment. Bəli, müəllimlər, bu sualımızın doğru cavabı elə polimentdir. Poliment nə idi? Poliment parlaqlamadan əvvəl taxtaya çəkilən rəng boya idi. Poliment biz onu harda öyrənirik? Qızıl suyuna çəkmədə öyrənirik. Əlvan metalların bəzədilmə üsullarından biri də qızıl suyuna çəkmədir. Qızıl suyuna çəkmənin də 3 növü var idi. Odlu qızıl suyuna salma, yağ əsasda qızıl suyuna salma və poliment üzərinə qızıl suyu çəkmə. Həmin poliment də burada verilən bu hissələrdən hazırlanır. Yəni, sabundur, mumdur, balina piyidir, qırmızı gildir, yumurta ağıdır. Bunların hamısını qarışdırdıqda bu zaman polimenti alırıq. Ona görə də bu sualımızda doğru cavabımız elə poliment olacaq. Sonraki variantlarda verilib pigment. Pigment aid deyil, çünki pigment rəng boyadır. Yəni, pigmenti biz burada doğru cavab kimi götürə bilmərik. Yəni, dəriyə, saça rəng verən bir maddədir. Sonra verib amalqama. Amalqama isə civə əsaslıdır. Yəni, civənin başqa metallarla ərintisinə əsaslanır. Bunu da götürmürük. Sonra isə mina verilib. Mina isə mina çəkməyə aiddir. Yəni, mina qatının çəkilmə prosesidir. Bu da əlvan metalların bəzədilmə üsullarına aiddir. Yəni,
polimentin tərkibini verib bu qrafikdə və bu qrafikdən biz öyrəndik ki, sabun, mum, balina piyi, bəzən balina piyi köhnə kitablarda çit piyi kimi də görə bilərsiniz köhnə kitab oxuyanlar. Qırmızı gil və yumurta ağını, bunların 5-ini qarışdırdıqda nə əldə etmiş oluruq? Poliment əldə etmiş oluruq. Baxaq növbəti sualımıza. Növbəti sualda deyir ki, şagird paxlava hazırlayarkən şəkər şərbətindən istifadə edir. Şəkər şərbəti hazırlamaq üçün şəkər tozuna su və ədviyyat əlavə edir. Su və ədviyyat əlavə edir. Şərbətin ətirli və dadlı olması üçün isə zəncəfil, portağal qabığı və limon əlavə edib 5 dəqiqə ərzində qaynadır. Bəli, müəllimlər, bu şəkər şərbətinin hazırlanma qaydasıdır. Yəni, şəkər şərbətində müəyyən ədviyyatlardan, sudan, şəkər tozundan və zəncəfildir, portağal qabığıdır, limondur, bunlardan istifadə edirik və bunları qarışdırıb 5 dəqiqə ərzində qaynadırdıq. Bu məlumatlar doğrudur. Görək bəs bizdən nə istəyir? Deyir ki, şagird paxlava üçün 3 stəkan şəkər tozunun şərbətini hazırlamalı idi. Şagird 3 stəkan şəkər tozuna nə qədər su əlavə etməlidir? Yəni, bu situasiyanı verib, bu artıq situasiya sualıdır. Bu situasiyada deyir, cəmi 3 stəkan şəkər tozundan şərbət hazırlayacaq. Və həmin 3 stəkan şəkər tozuna şagird nə qədər su qatmalıdır ki, şəkər şərbətini əldə etsin. Ümumiyyətlə, bu sual 8-ci sinifdə un məmulatları bölməsinə aid bir sualdır. Orada paxlavanın hazırlanması var idi. Və paxlavanın hazırlanması zamanı biz bilirik ki, 3 növ şərbətdən istifadə edə bilərik. Bal şərbəti, bal şəkər şərbəti və şəkər şərbəti. Və bu şəkər şərbətinə aid kitabda da nümunə verilmişdi. Və orada kitaba əsaslanaraq biz bu suala cavab tapacağıq. Kitabda da verilmişdi ki, müəyyən şəkər tozudur, sudur, ədviyyatlardır, bunları əlavə edib 5 dəqiqə ərzində qaynadırdıq və nə qədər şəkər tozuna? Kitabda verilən o idi ki, 1 stəkan şəkər tozuna 0,5 stəkan su qatırıq. Yəni, 1 stəkan şəkər tozuna yarım stəkan su qatdıq. İndi burada da verib ki, şəkər tozu nə qədərdir? 3 stəkandır. Deməli, onun yarısı qədər də mən ona su qatmalıyam. 3 rəqəminin yarısı nə edir? 1,5 edir. Deməli, bu sualda doğru cavabımız nə olacaq, müəllimlər? 1,5 stəkan. Yəni, şəkər tozunda, şəkər şərbətində daha doğrusu, onun əldə olunacaq qatılığı şəkər və su hesabına əldə olunur. Əlavə olaraq bal və yaxud da heç bir şey qatmayacaq. Ona görə də burada suyu, tərkibində olan suyu yarım stəkan, yəni yarı qatına az tökmək lazımdır. O qatılığı, o gözəlliyi əldə etmək üçün. Deməli, kitabda olan nümunəyə əsaslandıq, müəllimlər. Kitabda şəkər şərbəti verilir ki, 1 stəkan şəkər tozuna 0,5 stəkan su qatılır. Və ona aid də bu situasiyada əsaslanırıq ki, burada 3 stəkan şəkər tozuna deyir nə qədər su qatmaq olar? 3-ün yarısı nə edir? 1,5 stəkan. Ona görə burada doğru cavabımız B variantı 1,5 stəkan olacaq. Növbəti sualımıza keçid alaq. Növbəti sualımızda yenə də qrafik tipli bir sualdır. Bu suallar yəni sizi qətiyyən çaşdırmasın. Hamısı kitabda olan məlumatlara əsaslanır. İstər Artinin təqdim etdiyi sınaqlarda, suallarda olsun, istər mənim, istərsə də başqa bir müəllim olsun, fərq etmir. Hamımız hara əsaslanırıq? Kitaba əsaslanırıq. Kitabda nə varsa biz də onu keçirik, biz də ona əsaslanırıq. Deməli, uyğunlaşdırma sualıdır. Bilirik ki, uyğunlaşdırma sualları da artıq imtahanlarda üstünlük verilən əsas mənbədir. 1. Kimyəvi aşınma. 2. Boş saxlanılıb, amma digər hissəsində qalvanik aşınma qeyd olunub. 3. yazıb ion plazmalı aşınma və qarşı tərəfi boş saxlanılıb. Müəllimlər, aşınma sözünü görürük və buradan artıq biz nəticə çıxara bilirik ki, deməli, bunlar aşınmanın üsullarıdır. Ümumiyyətlə, aşınma qara metalların bəzədilmə üsulu idi. Aşınma o idi ki, yəni
hər hansısa bir kimyəvi reaktivlərin təsiri nəticəsində metalın səthindən müəyyən qədər hissənin götürülməsidir. Müəyyən qədər hissənin çıxarılma prosesidir. Çıxarılması üçün lazım olan texnoloji əməliyyat idi. Və aşınmanın 3 növü var. Kimyəvi aşınma, elektrokimyəvi aşınma, bir də ion plazmalı aşınma. Və onların da həmin o 3 növünün də hərəsinin özünün ikinci adı var. Belə deyək. Məsələn, kimyəvi aşınma verib. Kimyəvi aşınmanın ikinci adı maye aşınmasıdır. Kimyəvi aşınmanın ikinci adı mayedir. Maye aşınma. Sonra verib ikinci hissədə qalvanik element. Bəs qalvanik elementin birinci adı nədir? Onu verməyib. Qalvanik elementin birinci adı isə müəllimlər elektrokimyəvidir. Elektrokimyəvi aşınma. 3-də verib ion plazmalı aşınma. İon plazmalı aşınma isə müəllimlər quru aşınmadır. Quru. Deməli, bu sırf yəni əzbərçiliyə əsaslanan bir hissədir, sistemdir. Əzbər şəkildə bilsək biz bu sualı yaza biləcəyik, bilməsək yazmaq demək olar ki, çətin olacaq. Amma birini və yaxud da ikisini bildikdə də uyğunlaşdırmanı tez bir zamanda tapa bilirik. Məsələn, deyək ki, mən bilirəm ki, kimyəvi aşınma həm də maye aşınması adlanır. Yəni, birə nə aiddir? Birdə, belə deyək, A-nı tapmalıyıq. A-ya aiddir maye aşınması. Maye aşınması bir B-də var, bir də D variantında var. Digər A-dır, C-dir və Y-dir. Bu variantlara çıxıram. Artıq baxıram B və D variantına. 2-də elektrokimyəvi aşınmadır. 2-də baxaq, elektrokimyəvi aşınma hansında yazılıb? D variantında yazılıb. B-də artıq 2-də quru aşınma yazıb, ona görə onu götürmürük. Doğru cavabımız buradan D variantı olacaq. A. Maye aşınması. 2. Elektrokimyəvi aşınma. C isə quru aşınma verilib. Baxın, burada yəni bizi çaşdıran məqamlar nə ola bilər bəzən? Görürük ki, bu sualın cavabını bilirik, amma tətbiq edə bilmirik. Birində A yazıb, birində 2 yazıb, birində C yazıb. Siz buna köklənməyin. Əsas olan odur ki, bu tipdə sual düşəndə vərəqdə siz onu qeyd edin. Məsələn, kimyəvinin ikinci adı mayedir, elektrokimyəvi qalvanikdir. Daha sonra onlara özündə olan ədədləri, rəqəmləri, hərfləri yerinə qoyaraq rahat şəkildə tapın. Bu sualımızda doğru cavabımız olacaq D variantı. Növbəti sualımıza baxaq. Növbəti sualda isə deyir ki, sual işarəsinin yerinə hansı üsulu qeyd etmək olar? Deməli, müəllimlər, yenə bir qrafik tipli testimiz var. Görək burada nə yazıb? Yazıb laklama, rəngləmə, oksidləşmə, cilalama və birini də sual işarəsi qoyub, boş qoyub, heç nə yazmayıb. İndi baxaq. Variantlarımıza A variantı patinləşdirmə, B gümüşləmə, C anodlaşdırma, D xromlama, Y aşınma. Deməli, müəllimlər, burada verilən üsullar, baxın, cilalamadır, laklamadır, rəngləmədir və oksidləşdirmədir. Bunlar sizcə əlvan metalların bəzədilmə üsulları olar, yoxsa qara metalların bəzədilmə üsulları olar? Burada verilən bu üsullar 4-ü də qara metalların bəzədilmə üsulları və digər 5-ci variantı biz bu variantlar arasından tapmalıyıq. Baxaq variantlara. A-da verib patinləşdirmə. Patinləşdirmə əlvan metalların bəzədilmə üsullarıdır. B-də verib gümüşləmə. Gümüş elə özü əlvan metaldır və üsul olaraq da əlvan metaldır. C-də verib anodlaşdırma. Anodlaşdırma da əlvan metallara aiddir. D variantı xromlama. Bəli, müəllimlər, xromlama da əlvan metalların bəzədilmə üsuludur. Amma Y variantında olan aşınma isə aşınma qara metalların bəzədilmə üsullarına aiddir. Ona görə də burada sual işarəsinin yerinə biz yaza bilərik aşınma. Yəni, bu qrafikdə bizdən qara metalların bəzədilmə üsullarını soruşurdu. Onu da tapdıq, bu olacaq aşınma. Növbəti sualımıza keçid alaq. Növbəti sualımız yenə də 9-cu sinifdəndir. Sualda nə deyilir? Deyir, uyğunlaşdırın. Nəyi uyğunlaşdıraq? Burada yem növləri verilmişdi, müəllimlər. 1. Texniki istehsal qalıqları. 2. Vitaminli və şirəli köklər. 3.
taxıl və taxıl qalıqları, 4. Mineral yemlər, 5. Heyvan yemləri. Digər hissəsinə baxaq alt kateqoriyalara. A. Çahı, ispanaq, zəncir otu. B. Üzü yığılmış süd. C. Çovdar. D. Buğda yarması. E. Ağac kömürü. Deməli müəllimlər, birinci verilib çahı, ispanaq və zəncir otu. Çahı, ispanaq və zəncir otu ümumiyyətlə silosun özü də daxil olmaqla bütün o çox olan yaşıllıqlar, yarpaqlar, yarpaqlı bitkilər, ağaclar, bunlar çoxsu vitaminli və şirəli köklərə aiddir. Yəni A variantında olan aid olacaq 2-yə. 2 olacaq A, vitaminli və şirəli köklər. Sonra B variantı üzü yığılmış süd. Baxın, süd nədən alınır? Heyvandan alınır. Ona görə də süd, üzü yığılmış süd aiddir heyvan yemlərinə. 5-ə yazırıq B variantı. 5B variantıdır. Heyvan yemlərinə isə aid olanlar ya orada heyvanların adı çəkiləcək, özü həşəratların adı soxulcandır və yaxud da hər hansısa bir həşəratların adı olacaq və yaxud da onlardan alınan məhsul olacaq. Məsəl üçün süddür, ayrandır, heyvan qanıdır və s. Ya heyvanın adıdır, ya da onlardan alınan ərzaqlı məhsulları. Nə isə məhsul olacaq. Ərzaq məhsul deyəndə nəsə məhsullar olacaq. Sonra C variantına baxaq, verib çovdar. Çovdar təkdir. Tək bir sözlə ifadə olunan dənli və taxıl bitkiləri hamısı aiddir taxıl və taxıl qalıqlarına. Bu da 3-də verilib, deməli 3-ə aid olacaq C variantı. Sonra D variantı buğda yarması. Buğda yarması, artıq bu buğdanı yarma halına salmışıqsa, deməli ki, bu buğda normal bir dənli bitkidir bütöv şəkildə. Artıq o yarma halına düşübsə, deməli o müəyyən bir texnikanın içərisindən keçib və yarma halına gəlib. Deməli bu texniki istehsal qalıqlarına aiddir. Yəni texniki istehsal qalıqları nə deməkdir? Texnikanın içərisindən keçib istehsal olunub və onun qalan qalığı. Belə deyək. Yəni, belə formada daha rahat şəkildə yadda saxlayaq. 1-ə aid oldu nə? Buğda yarması, texniki istehsal qalıqlarına aiddir buğda yarması. Bir də müəllimlər o açar məqamı deyim ki, taxıl və taxıl qalıqları hamısı bir sözlə ifadə olunur. Buğda, çovdar, qarğıdalı və s. təkdirlər. Amma texniki istehsal qalıqları hamısı söz birləşməsi halındadır, çoxsu. Bir şirotu çıxmaq şərti ilə qalan hamısı söz birləşməsi halındadır. Məsələn, çuğundurun cəcəsi, buğda yarması və s. Bu cürdə yadda saxlaya bilərsiniz. Y variantında yazıb ağac kömürü. Ağac kömürü isə mineral yemlərə aiddir. 4-cü isə ağac kömürüdür. Mineral yemlər imtahanlarda da çox üstünlük verilən hissədir. Orada çox xırdaçıl məqamlar var. Ona görə onlara daha diqqətlə yanaşacağız, daha yaxşı olar. Deməli, A variantı yazdım, çaşdım. Burada olmalı, 4-də olmalıdır E variantı. Doğru cavabımızı seçək. Biz nə yazdıq? 1-ə D variantı yazdıq. 1D, 2A. Deməli, 1D olan variantlara baxaq. Biri B variantıdır, 1D olanlardan. Digər A-dır, C-dir, bunları çıxaq. D, Y, B variantları qaldı. Deməli, 1D-dir, 2A-dır, 3C-dir, 4E, 5də B variantı. Doğru cavabımız olacaq D variantı müəllimlər. Doğru cavabımızı biz buradan tapdıq. İndi isə keçək növbəti 6-cı sualımıza. 6-cı sualımızda vaxtilə miqdə də düşmüş bir sualdır. Miqdə imtahanlarında da olmuş bir sualdır. Buna aid deyildi. O ötürmə ədədinin düsturuna aid idi. Amma bu formasını da yadda saxlayaq, bilmək olmaz. Yəni qarşımıza nə çıxacaq? Deyir ki, verilmiş şərtə uyğun olaraq oduncağın həcmini hesablayın. Daha doğrusu həcmini tapın. Verilmiş şərtə uyğun olaraq oduncağın həcmini tapın. 1. Verib oduncağın sıxlığı C hərfi. 2. Oduncağın həcmi F hərfi. 3. Oduncağın kütləsi S hərfi. S hərfi. Deməli müəllimlər, bu C, F, S bunların yerində istənilən bir hərf ola bilər. Nə, yəni işarə desək, başqa bir işarə də ola bilər, hərf ola bilər, simvol ola bilər. Əsas olan odur ki, biz burada sıxlığın düsturunu bilək.
Əgər sıxlığın düsturunu biz bilməsək, bu zaman bu tapşırığı həll edə bilmərik. Amma bilsək, çox rahatlıqla həll edəcəyik. Sıxlığın düsturu nə idi, müəllimlər? P bərabərdir M bölünsün V. Və bizə buradan nə lazımdır? Həcm. P sıxlıqdır. M kütlədir. V isə həcmdir. Baxın, V həcmdir. İndi buradan, bu düsturdan biz V-ni tapaq. V bərabərdir M bölünsün P. Yəni rho. Deməli, V-ni tapanda biz burada P ilə V bir-birinin yerini dəyişir. Amma M-i tapanda ikisini bir-birinə vururuq. M bərabər də olsaydı P vurulacaqdı V-yə. Amma bizə buradan həcm lazımdır. Həcmin düsturu necə oldu? V bərabərdir M bölünsün P. Deməli, indi baxaq müəllimlər. Deyir, oduncağın sıxlığı C-dir. Sıxlıq nə idi? P-dir. Deməli, yazım mən P C-yə bərabərdir. Yəni, P harda olsa, ora mən C yazmalıyam. Oduncağın həcmi F-dir. V F-lə göstəriləcək. Bunu yazım. Oduncağın kütləsi isə S-dir. M də S-lə deyir ifadə olunsun. İndi mən gedirəm bayaqçı düstura. Baxın, bu düstura. Bu düstura əsaslanaraq indi mən buradan düstur çıxaracağam. Deməli, V nə idi? F. Burada deyilən əsasən deyir F-dir. Deməli, düsturda olacaq F bərabərdir. M bölünsün P idi. M nədir? S-dir. Yəni, S bölünsün P nədir? C-dir. S bölünsün C. Deməli, müəllimlər, indi doğru variantı tapaq buradan. F bərabərdir. S bölünsün C. Doğru variantımız elə Y variantı olacaq, müəllimlər. Doğru cavabımız Y variantı. F bərabərdir. S bölünsün C. Yəni, buna təkrar baxın, izləyin bu hissəni və öz qeydlərinizi aparın ki, bu düsturun tapılma forması yadınızda qalsın. Keçid alaq növbəti hissəmizə, növbəti sualımıza. 7-ci sual. Deyir ki, boş xanaların yerinə düzgün cavabları seçərək sxemi tamamlayın. Xeyirxahlıq və dözümlülük inkişaf etdirir. Nəyi inkişaf etdirir? İndi onu biz variantlar arasından seçməliyik. 1-də verib ədəb, 2-də ləyaqət, 3-də özünü idarə etmə, 4 mərifət, 5 nəzakət, 6 tələbkarlıq. Müəllimlər çox vaxt heç bu cümləyə fikir vermir. Bu 9-cu sinifin 1-ci mövzusuna aid olan hissədəndir. Xeyirxahlıq və dözümlülük ədəb və mərifəti ifadə edir. Ədəb və mərifəti inkişaf etdirir. Bura yazaq ədəb, burada yazaq mərifət. Mərifət. Deməli, burada doğru cavabımız nə olacaq müəllimlər? 1 və 4. Doğru cavabımız olacaq C variantı. Keçid alaq növbəti sualımıza. Növbəti sualımız isə 7-ci sinifə aid məlumatlardandır. Daha fərqli bir formada tərtib etmişəm mən bu sualı. Deməli, burada bir uyğunlaşdırma var, amma uyğunlaşdırmanı biz necə tapacağıq? Şəkillər üzərindən tapacağıq. Yəni, ola bilər siz imtahanda da bu cür canlı nümunə ilə rastlaşa bilərsiniz. Deməli, 1, 2, 3, 4 verib. Birinci şəkildə nə var? Meyvə tərəvəz var, qida məhsulları. İkinci şəkildə nə var? Vurulmuş, qəza keçirmiş bir maşın var. Üçüncü şəkildə bir mebel var. Dördüncü şəkildə isə ağac əkilir. Yəni, ağacın dibinə də əlində neynir? Kübrə tökür. Əlində kübrə var. İndi baxaq A variantına. Deyir, daimi xərclər, B variantı, mövsümi xərclər, C variantı, gözlənilməyən xərclər, D variantı, dövrü xərclər. İndi biz bunları uyğunlaşdıraq müəllimlər. Daimi xərclərimiz nə idi ümumiyyətlə? Daimi xərclər o idi ki, biz onları əvvəlcədən planlaşdırıb həyata keçirə də bilərdik. Həmin gün də edə bilərik. Əsas odur ki, hər gün etdiyimiz xərclərdir bunlar. Əvvəlcədən də planlaşdıra bilərik. Məsələn, sizcə buradakılardan hansı bizim daimi xərcimiz ola bilər? Hansı ola bilər? Təbii ki də ərzaq məhsulları. Daimi xərclərimiz əsasən 2 dənə idi. Biri ərzaq məhsulları idi, biri də kommunalları idi. Kommunal ödəməmiz. Təbii ki, ərzaq məhsulları bizim qidalanmamız üçündür. Qidalanmasaq yaşaya bilmərik və qidalarımızı hazırlamaq üçün də biz qazdır, sudur, işıqdır, bu kimi kommunallardan istifadə edirik. Bunlar ikisi də bir-birindən asılı olacaq daimi xərclərimizdir. Sonra B variantı verib mövsümi xərclər. Mövsümi xərc sizcə hansına aid ola bilər müəllimlər?
Mövsümi xərclər 4-cüyə aid olacaq. Mövsümi xərci biz 4-də tapırıq. Nədir? Ağac əkir, bitki əkir, həmçinin gübrə əlavə edir dibinə. Yəni gübrələrin verilməsi, ağacların əkilməsi, bunlar mövsümlə əlaqədar olan bir prosesdir. Ona görə də B variantını 4-ə aid edirik. C-də dedik gözlənilməyən xərclər. Gözlənilməyən xərclər nə idi? Adında gözlənilməzlik var. Yəni bu hadisə qəfildən baş verib, gözlənilmədən baş verib. Bu sizcə buradakılardan hansı ola bilər? Təbii ki də qəza şəraiti bu 2-də verilmiş, vurulmuş maşındır. Yəni maşın qəza keçirib. C-ni aid edirik 2-yə. Sonra isə 3-ə baxaq. 3-də qaldı nə? Bir tək mebel qaldı, şkaf qaldı. Bu isə dövrü xərclərə aiddir müəllimlər. Nədən bilirik? Çünki dövrü xərclər müəyyən bir müddət ərzində istifadə etdiyimiz və istismar müddətini başa vurmuş əşyaların yenidən alınması və yaxud da təmir edilməsi, bunlar hamısı dövrü xərclər hesab olunur. İndi variantımızı uyğunlaşdırıb rahat şəkildə seçək. 1-ə A aiddir. Deməli, 1-ə A olmayanları çıxırıq. B variantını çıxdım, C-ni çıxdım. Digər 3-ü qaldı. 1A-dır, 2C-dir. 1A, 2C olan elə A variantıdır. Doğru cavabımız A variantı olacaq. 1A, 2C, 3D, 4 isə B variantı. Çox maraqlı bir sualdır. Bu kimi suallar düşərsə, yəni özünüzü itirməyin, rahat şəkildə tapa biləcəksiniz. Keçid alaq 9-cu sualımıza. 9-cu sualımız daha bir uyğunlaşdırmadır və liflərə aiddir. Bu da 7-ci sinifə aid bir mövzudur. 1. Asetat və 3 asetat liflər. 2. Poliamid liflər. 3. Poliefir liflər. A variantı. Qızdırılma zamanı qat və pil hissələri yaxşı saxlayır. B variantı. Pil hissə edilərkən formalarını yaxşı saxlayır. C variantı cırılmaya və sürtülüb yeyilməyə qarşı davamlıdır. Deməli müəllimlər, asetat və 3 asetatlar bu plissə məsələsində çox vaxt müəllimlər qarışdırır. Plissə, ümumiyyətlə plissəni saxlayanlar asetat və 3 asetatlardır, bir də poliefir liflərdir. Yaxşı, bu cümlələrin A və B-nin hər ikisində plissə var. Bunu mən necə seçim? Əgər desə ki, qızdırılma zamanı qat və pil hissələri yaxşı saxlayır, bunu biz aid edəcəyik poliefir liflərə. Yəni 3A-dır. Poliefir liflərə nəyə aid etdik? Qızdırılma zamanı qat və pil hissələri yaxşı saxlaması. Amma sadəcə desə ki, pil hissə edilərkən formalarını yaxşı saxlayır, bu isə asetatlara aiddir. Birinciyə. 1 oldu. B variantı. Yerdə qaldı poliamid liflər. Poliamid liflər isə cırılmaya və sürtülüb yeyilməyə qarşı davamlıdır. Həmçinin də poliamid liflər sintetik liflərin ən möhkəmi idi. 2 də oldu C variantı. Deməli müəllimlər, doğru cavabımızı tapaq. 1B-dir. 1B olan variantlar 1B variantındadır, bir də Y variantındadır. 1B, 2C, 3 isə A. Doğru cavabımız olacaq B variantı. Keçid alaq növbəti sualımıza. Növbəti sualımız da daha bir şəkilli, qrafiki əhatə edən sualdır. Deməli, burada deyir ki, uyğunlaşdırın. Necə uyğunlaşdıraq? Birinci burada şəkillər verilib. Birinci qrafikdə şəkilləri görürük. 3 şəklimiz var. Onların qarşısında isə həmin şəkilə aid doğru məlumatlar yazılmışdı. Baxın, doğru məlumatı yazıb ora. Aşağı hissədə isə hansı naxış tikməyə aiddirsə, onları verib. İndi biz onlardan tapacağıq ki, görək hansı-hansına aiddir. Bu cür bunları uyğunlaşdırmaq lazımdır. Bir də şəkili başa düşməsək belə, qarşısındakı məlumatdan artıq söhbətin hansı naxış tikmədən getdiyini tapa bilərik. İlk öncə naxış tikmələri oxuyun müəllimlər, növləri oxuyaq. A variantı həcmli naxış tikmə, B variantı saplarla həcmli naxış tikmə, C variantı xaçvari həcmli naxış tikmə, D variantı həcmli sıx tikişli naxış tikmə, Y variantı iynə arxaya tikiş, F variantı muncuqla naxış tikmə. Birdə nə yazıb? Birdə yazıb ki, nazik iynədən və incə hesab edilən lavsan və monosapdan istifadə olunur.
Baxın müəllimlər, əgər lavsam və monosap sözünü gördüksə, o dəqiqə bilək ki, elə monosapın m-sından buradan götürək muncuqla naxış tikməni. Lavsam və monosap muncuqla naxış tikmədədir. 1-ə aid olacaq F variantı. Sonra baxaq 2-yə. 2-də deyir ki, sadə irəli arxaya tikişlərlə aparılır. Sadə irəli arxaya deyirsə, bu olacaq saplarla həcmli naxış tikmə. B variantını da gətirib qoyuruq 2-yə. Həmçinin də müəllimlər şəkili yaxınlaşdıra bilmirəm. İndi mən buradan yaxınlaşdırıb baxdıqda görürük ki, bu saplarla toxunmuş bir naxış tikmə üsuludur. 3-ə baxaq. Deyir ki, orijinal naxışlarla bəzənmiş parçaların yaranmasına imkan verir. Orijinal naxışlarla bəzənmiş parçaların yaranmasına imkan verir. Orijinal naxışlar deyirsə, artıq burada sanki bir təbiilik yaranır. Orada bir təbiilik yaradan naxış tikmə hansı ola bilər sizcə? Təbii ki, bu da ola bilər həcmli naxış tikmə. Ümumilikdə həcmli naxış tikmə nümunəsidir bu. Baxın, koftadır, köynəkdir, üzərində müəyyən bəzəmələr verilmişdir. 3-ə isə A variantı aid olacaq. Deməli, müəllimlər, baxaq, doğru cavabımızı seçək. 1 F, 2 B, 3 isə A variantıdır. Doğru cavabımız olacaq A variantı. Bu sualın da doğru cavabı A variantıdır. Belə müəllimlər, 10 situasiya tipli, imtahan tipli sualın izahı bura qədərdir. Əgər suallar sizin üçün faydalı oldusa, öyrənə bildinizsə, bu zaman videonu bəyənməyi, paylaşmağı, həmçinin də kanala abunə olub daha çoxundan yararlanmağı unutmayın. Sağ olun.